Rusiyada yaşayan meyxanaçı Vahid Qədimin Ukrayna müharibəsində itkin düşdüyü bildirilir. Onun Rusiya ordusunun tərkibində döyüşlərə qatıldığı və Luqansk istiqamətində gedən döyüşlər zamanı itkin düşdüyü qeyd edilir. Meyxanaçıdan təxminən 20 gündür xəbər alınmaması, hətta həlak olması haqqında iddiaların da yayılmasına səbəb olub. Yaxınlarının Qlobal İnfoza verdiyi məlumata görə, hələ ki meyxanaçının itkin düşməsi haqqında dəqiq məlumat yoxdur. Bildirilir ki, Vahid Qədim maddi problemləri səbəbindən təxminən 6 ay əvvəl könüllü şəkildə Rusiyada hərbi komissarlığa müraciət edərək döyüşlərə qatılmaq istədiyini deyib. Bu baxımdan onun Ukrayna müharibəsinə aparılması ehtimalının güclü olduğu qeyd edilir. Bununla belə, Vahid Qədimin gündəmə gəlmək üçün də belə bir addım ata biləcəyi vurğulanır. Qeyd edək ki, Rusiyada yaşayan dostunun məlumatına görə Vahid Qədim sonuncu dəfə 20 gün öncə əlaqə saxlayıb, Luqansk istiqamətinə getdiklərini bildirib və ondan sonra onunla əlaqə kəsilib. Xatırladaq ki, bir müddət əvvəl Vahid Qədimin Rusiyada sevgilisini bıçaqlaması haqqında xəbərlər yayılmışdı. O, Qlobal İnfoza açıqlamasında həmin məlumatı təqzib etmişdi. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.